əlini sevmək bir əlamətdir. Bir adam əlini tam mənada sevirsə, aşiqdirsə Həzrət Əliyə, onun ürəyində təkəbbür yoxdur. Meysəm Təmmar əlinin aşiqidir, əriyib məhv olub onun ürəyində təkəbbür. Çünki ucalığa aşiqdir. Ucalıq yəni əli. Ona görə uca minbərdən, dar ağacından cəmaat boylanıb baxır ki, Meysəm də zahidliyi ilə tanınmış adamdır. Deyirlər ki, Meysəmi dar ağacından asıblar, mismarla əllərini vurmuşdular və oradan baxırdı cəmaat. İkinci tarixdə belə hadisə olmayıb ki, deyir ki, nə deyanıb baxırsınız, yaxına gəlin, fürsətdir sizə əlinin fəzilətlərindən danışım. Gəlin sizə əlini vəsf edeyim. Deyir, cəmaat toplaşır, hələ görünməmişdi ki, qan içində, qanı axan, dar ağacında olan adam bir adamı vəsf eləsin. Deyir, o belə idi, o elə idi. Deyirlər ki, bu şəhəri bir-birinə vuracaq. Gəlirlər, biri deyir ki, bilirəm ki, sən insanların ən zahidisən, amma səni öldürəcəm. Süngü ilə qarnına vurur. Dilini kəsib çıxardırlar. Onun ucalığı müqabilində təvazökar qəlblər, belə deyək, əriyir və onun eşqi göstəricidir insan üçün. Göstəricidir. Təkəbbürlü adam heç vaxt əlinin aşığı ola bilməz. Olsa da məhəbbət az olar. Təkəbbür azaldıqca bu eşq çoxalır. Heç bir təkəbbürlü adam əlini sevə bilmir. Allahın dərgahının naməhrəmləri kimdir? Allahın məhrəmi, naməhrəmi var da. Allahın dərgahının naməhrəmi o adamlardır ki, ucalığın qarşısında sına bilmir. Təkəbbür Allah sifətidir. Allahu Əkbər. Yəni, böyüklük ancaq ona məxsusdur və o verir bəndələrinə o böyüklüyü. Kim ki o böyüklüyü həzm eləyə bilir, olur Allah evinin, dərgahının məhrəmi. Və bunu hardan bilək ki, insan ürəyindən təkəbbür çıxır? Əliyə münasibətdən bilinir. Axı, biz Allahı hiss etmirik maddi aləmdə, elədir? Allah qeyri-maddi bir varlıqdır. Əli Allahın qüdrətinin maddi təcəssümüdür. İnsanlarla qarşılaşdırır Allah ki, içlərini üzə çıxartsın, müayinə eləsin. Siz deyə bilərsiniz, bütün imamlar belədir, amma Əli əleyhissalamın fərqi var hamısından bu baxımdan. Hamısından fərqlidir. Ona görə də Əliyə münasibət Allaha münasibətin güzgüsüdür. İmam Hüseyin əleyhissalam Kərbəlası ilə təkəbbürü rahat əzə bilir.